Dostlar, hər birinizi salamlayıram. Fıdı Futbol kanalına xoş gəlmisiniz. Öpürəm, bağrıma basıram. Yaxşı ki, siz varsınız. Siz olmasaydınız mən də burada olmazdım. Ona görə başlayaq. Real Madrid və Barcelona bu həftə içi La Liqanın 33-cü turu çərçivəsində təxirə salınmış oyunu oynadılar. Bu 32-ci tur olmalı idi əslində həftə sonu, amma 33-cü tur oynadılar. Nədir? Atletico Madrid İspaniya Kral Kubokunun finalında Real Sociedadla qarşılaşırdı. Kıstati yeri gəlmişlər. Real Sociedadlı qardaşlarımızı buradan səmimi qəlbdən təbrik edirəm və Atletico Madrid üçün special çaynik sifariş vermişəm. Mövsümün sonu onlara kubok əvəzi o çayniki verəcəm. Kaş biz bu oyunlara baxmaz olardıq. Bərbad, biabırçılıq. Hər iki komanda bu turu çox bərbad bir şəkildə oynadılar. Həm Barcelona, həm Real Madrid mental olaraq meydanda yoxdular. Bunu açıq-aşkar görə bilərik. Real Madrid Alavesə qarşı özdə. Alavesə qarşı demək olar futbol oynamırdı. Oyunun tam icmalını danışmaq istəmirəm. Onsuz da baxmısınız, baxmasaydınız ondan yaxşı idi. Alaves heç də məğlubiyyətə layiq oyun oynamadı. Hətta deyim, Alavesin bəzi epizodları Real Madriddən daha təhlükəli idi. Amma Vinicius'un ikinci hissədə vurduğu qol demək olar Alavesi çökdürdü. Və Alaves elə bir vaxta qol vurdu ki, artıq ikinci qolu vurmaqlara zamanları qalmamışdı və Alaves çatdıra bilməzdi buna. Amma Alaves çox gözəl oynamışdı. Yenə də burada problem məncə Real Madridin özündə idi. Çünki Real Madrid mental olaraq sınmışdı. Ağır Çempionlar Liqası məğlubiyyətindən sonra artıq Real Madrid bu mövsümü yola verir. Yəni açıq danışaq, Real Madrid bu mövsümü yola verir. Çünki La Liqada Barcelonadan 9 xal geri qalırlar. Kral Kubokundan uzaqlaşıblar, Çempionlar Liqasından uzaqlaşıblar, İspaniya Super Kubokunda məğlub oldular. İkinci dəfədir ki, Real Madrid ardıcıl 2 il titulsuz qalır və bu Real Madrid üçün doğrudan biabırçılıqdır. Mən bunu belə deyəcəm. Florentino Perez nələrsə edəcək və bugün mən az da olsa o haqda danışacağam. Tebas çox maraqlı bir açıqlama ilə qarşımıza çıxdı. Tebas bildirdi ki, Real Madrid təslim olmamalıdır. Real Madrid La Liga uğrunda mübarizəni davam elətdirməlidir. Çünki mütləq şəkildə Barcelona xal itirəcək və Real Madrid bundan yararlanmalıdır. Mən anlaya bilmirəm, bir La Liga prezidenti niyə belə bir çıxışla yadda qalsın, niyə belə bir şeylər desin, sənə nə dəxli var? Bunu hamı bilir, bunu mən də bilirəm, bunu siz də bilirsiniz ki, Real Madrid təslim olmamalıdır. Real Madridin tək çarəsi qalan oyunlardan maksimal xal almaqdır, xal itkisinə yol verməməkdir və möcüzəyə inanmaqdır ki, Barcelona hardasa xal itirəcək. Real Madridin bir şansı var, özü bunu həll edə bilər, Barça ilə El Clasico'da səfərdə qalib gələ bilər və ümid edə bilər ki, Barcelona hər hansısa digər maçlarda da xal itirəcək. Bunu Real Madrid çox gözəl bilir və Barça da bilir. Amma bunun reallaşması biraz inandırıcı deyil. Tebasın belə çıxışı siz nədir? Belə kör təbii çıxışa bənzəyir. Elə bil bazardı, ürəyim nə istəyir deyirəm. Sən La Liga prezidentisənsə, öz neytrallığını qorumalısan. Burada mən deyə bilərəm ki, Real Madrid təslim olmamalıdır, Barcelona təslim olmamalıdır. Oynayın, axıra kimi oynayın. Şans var. Amma əgər biz olanlara normal baxırıqsa, rasional baxırıqsa, görərək ki, Real Madridin şansları bir o qədər də çox deyil. Nəyə görə? Real Madrid mental olaraq sınıb. Real Madrid oyunçuları bu dəqiqə istəyirlər ki, bircə mövsüm bitsin, gedək dünya çempionatımıza, görək orada nə edirik, təzə mövsüm başlasın, təzə məşqçi gəlsin. Və yenə də deyirəm, riyazi olaraq Real Madrid çempion ola bilər, bu mümkündür. Amma bunun üçün çox böyük möcüzə lazımdır və Real Madrid hal-hazırda o möcüzəni edə biləcək leveldə futbol oynamır. Və Barcelona da o möcüzəni yarada biləcək səhvlər buraxmayacaq. Buna inanmıram mən. Və nəzərə alsaq ki, Real Madridin heyətində Arda Güler və Eder Militao mövsümü bağladılar. İndi Lamine Yamal haqqında danışmıram, o haqda danışacağam. Və bu Real Madrid üçün ağır itkidir. Arda Gülerin yoxluğu hal-hazırda Real Madrid üçün çox böyük itkidir. Çünki
hal-hazırki Real Madridin mərkəzi fiquru elə məncə Arda Gülərdir. Mövsümün tam əvvəlindən Arda Gülər həm Xabi Alonsonun, həm Arbeloa'nın sisteminə oturdu və özünü göstərə bildi. Baxmayaraq ki, Arda Gülərə layiq olan dəyəri vermirlər. Arda Gülərə layiq olan o dəstəyi vermir Real Madrid rəhbərliyi. Əlbəttə ki, burada ad çox önəm daşıyır. Bunu biz çox gözəl bilirik. Yəni Real Madriddə adlı oyunçular, belə statuslu oyunçular daha önəmli yerlərdə olub nəinki ikinci dərəcəli oyunçulardan. Arda Gülər Cristiano Ronaldo performansını göstərsə belə, o lazım olan dəyəri orada almayacaq. Bu Di Maria olub vaxtı ikən, bu James Rodriguez olub vaxtı ikən, sonra kimlər olmayıb, kimlər olub, yüzlərlə belə oyunçu olub. Benzema'nın özü olsun. Benzema lazımı dəyəri almırdı Cristiano'nun vaxtında. O getdi, Benzema yükü özünə götürdü, səbirli oldu və göstərdi ki, mən də nələrsə qadirəm. Mbappe problemi. Real Madriddə Mbappe problemi günü-gündən daha da böyüyür. Media Mbappe'nin üstünə çox sərt şəkildə gəlir və azarkeşlər də artıq Mbappe'yə qarşı nəinki antipatiya, artıq nifrət hissi ilə yanaşırlar. Baxmayaraq ki, Mbappe hal-hazırda komandanın əsas bombardiridir. Ötən mövsüm qızıl but aldı, qızıl topa namizəd idi. Demək olar Real Madridi lazım olan yerlərdə xilas edə bilirdi, amma nəsə Real Madrid azarkeşlərinə özünü sevdirə bilmədi bu adam. Və bu böyük problemlərə yol aça bilər. Mən bunu belə düşünürəm, çünki Mbappe kimi oyuncu istəyir ki, oynadığı komandanın lideri olsun, sevimlisi olsun. Amma hal-hazırda belə deyil. Mbappe nələr etsə də, Vinicius yenə ön plandadır, azarkeşlərin bir nömrəlisidir. Çünki azından Vinicius 2 Çempionlar Liqası qazandırıb Real Madrid üçün, bunu anlayıram. Bəli, Vinicius hal-hazırda Real Madrid üçün daha önəmli oyuncudur, daha önəmli bir fiqurdur. Bunu boynumuza almalıyıq. Nə qədər də zəhləm getsə də Viniciusdan, Vinicius oyuncu kimi güclü oyuncudur. Və Vinicius Real Madrid üçün Mbappe'dən daha çox şeylər edib. Amma Mbappe'ni də belə aşağılamaq olmaz. Düzgün deyil və hər şey onun üzərinə atmaq olmaz. Tərslikdən elə oldu ki, City ilə oyunlarda Mbappe yox idi, Real Madrid qalib gəldi. Amma Bayernlə oyunlarda Mbappe qayıtdı, Real Madrid məğlub oldu. İndi hamı deyəcək bu təsadüf deyil, yox, elə sırf Mbappe'yə görədir. Mbappe olmasaydı Real Madrid 100% Bayern Münxen səddini aşacaqdı. İnanmıram əslində, çünki Bayern Münxen City kimi qeyri-stabil deyildi. Bayern oturuşmuş bir komandaydı və Mbappe'nin olması və yaxud olmaması məncə heç nə dəyişməyəcəkdi. Bilmirəm Mbappe'nin axırı nə olacaq. Mbappe'nin Real Madriddə nələrəsə nail olması üçün Real Madrid məncə strukturu dəyişməlidir. Real Madrid nədənsə imtina etməlidir. Mən ötən çıxışda demişdim, Real Madridə saf 9 nömrə lazımdır. Real Madridə vuran 9 nömrə lazımdır. Həm başı ilə oynaya bilən, həm fiziki güclü, həm sürətli. Belə Benzema tipində də, yəni Benzema bunun bariz nümunəsidir. Bəlkə də Benzema Real Madrid tarixinin ən ideal 9 nömrələrindən biridir. Amma Kylian Mbappe bu deyil axı. Kylian Mbappe tam başqa bir tip oyuncudur. Kylian Mbappe azadlığı sevir. Kylian Mbappe istəyir ya sağda olsun, ya solda, ya mərkəzdə, ya cinahlarda. Və sənin yanında Vinicius kimi bir oyuncu var. Yəni Vinicius mənə görə hal-hazırda ən yaxşı sol wingerlərdən biridir. Yəni ona ən yaxın rəqib Kvaratskhelia ola bilər. Və sən Viniciusdan təbii ki, yola gedə bilməyəcəksən. Sırf olaraq oyun aspekti üzərindən. İndi şəxsi münasibətlərinə qarışa bilmərəm, bilmirəm. Bəlkə də indi Kylianla Vinicius zor dostdular. Hər oyundan sonra gəlib bəlkə mıxlayırlar, eləyirlər. Onu bilmirəm. Amma sırf əgər oyun prizmasından baxırıqsa, bu adamların uyumu yoxdur. Bəli, klassları o qədər yüksəkdir ki, bəzən bir-birlərinə verdikləri ötürmə zamanı, assistlər zamanı biz o uyumu görürük. Çünki klassları yüksəkdir bu oyunçuların. Amma tam o oturuşulmuş bir tandem yoxdur bunların arasında. Və onu da nəzərinizə çatdırım ki, Real Madridin sağ cinah hücumu, yəni sağ cinah demək olar yoxdur. Rodrigo'nu məhv elədilər bu mövsüm. Yerində ya Arda Güler oynadı, ya Valverde oynadı. Real Madriddə Olise kimi solaxay bir
Winger lazımdır. Vinicius kimi driblyor, texnikalı sol winger lazımdır. Və bitirici qüvvəsi güclü olan, tamamlayıcı olan 9 nömrə lazımdır. Mbappe burada biraz krayna qalır, belə qıraqda qalır. Ya Vinicius satılmalıdır, ya Mbappe satılmalıdır. Ya bunun çarəsi budur məncə. Bilmirəm fikirlərinlə razısınız yoxsa yox. Yəni bu iki nəfərdən biri getməlidir. İnanmıram ki, Florentino Perez bunların ikisini də satsın. Amma Florentino dəlidir də, bir də gördünüz beyni çöndü, təmiz heyəti dəyişdi. Onsuz da son 2 ildə baş verən hadisələrdən sonra artıq Florentino'nun beyni atıb. Real Madridin baş məşqçisi kim olacaq? Doğrudan da bu sual hamını maraqlandırır. Yəni məni də çox maraqlandırır. Çünki hal-hazırda bazarda Real Madridi ayağa qaldıra biləcək baş məşqçi yoxdur. Bəli, potensiallı baş məşqçilər var. Uğurlu baş məşqçilər var, amma bunların çoxusu cavandır, cavan kadrdır. Real Madriddə cavan baş məşqçi uğurlu ola bilməz. Uğurlu ola bilər. Bilirsiniz hansı tip baş məşqçi? Zidane kimi baş məşqçi. Zidane Real Madridin başına gələndə məşqçi kimi heç bir uğuru yox idi. Amma oyunçu kimi o qədər böyük bir oyunçu idi ki bu adam. O qədər uğurlu olmuşdu ki, artıq məşqçi kimi gələndə belə hamı ondan çəkinirdi. O Zidane gəlib, kişi, Zidane deyə bu. Yəni bunun məşqçi uğurları bir o qədər də önəmli deyil hal-hazırda. Amma Arbeloa gəldi. Arbeloa nə uğuru var? Yoxdur uğuru. Ya da Xabi Alonso. Okey də Xabi Alonso daha statusluydu. Ən azından Leverkusendən çempion oldu. Avroliqada nəsə eləməyə cəhd etdi və Real Madriddə daha belə önəmli fiqur idi nəinki Arbeloa, oyunçu kimi. Amma Xabi Alonso və Arbeloa heç vaxt Zidane kimi belə alfa olmayıblar. Real Madridə dayday lazımdır. Bunu dəfələrlə demişik. Bunu bəlkə artıq eşitməkdən iyrənmisiniz. Amma hal-hazırda dayday tipli baş məşqçi də yoxdur. Mən Real Madridin yerində olsam, Florentino yerində olsam, bir risk edərəm. Əslində mən buna risk kimi baxmıram. Jose Mourinho'nu Real Madridə yenidən dəvət edərəm. Niyə də yox? Niyə də yox da, brat? Jose Mourinho statuslu baş məşqçidir. Jose Mourinho alfadır. Baxmayaraq ki, Jose Mourinho'nun futbolu artıq ölüb, bunu boynumuza almalıyıq. Amma Real Madridə futbol lazım deyil axı. Real Madridə sistem, Real Madridə taktika lazım deyil axı. Real Madridə motivator lazımdır. Real Madridə o xaosu yaradan lazımdır, lazım olan yerlərdə. Jose Mourinho'da hər şey var. Yəni bugünkü günümüzdə Real Madridə ən uyğun baş məşqçi ya Didier Deschamps-dır, ya da ki Jose Mourinho'dur. Başqa belə baş məşqçi görmürəm mən. Və Mourinho Real Madriddə işləyib, Real Madriddə uğurlu olub. Bəli, Çempionlar Liqasını qazana bilmədi. Amma onun dönəmindəki Real Madrid mənim ən sevimli Real Madridim idi. Çünki onların oyunu mənə həzz verirdi. Tək Real Madrid o Real Madrid idi ki, 2011-12 mövsümünün Real Madridi. Hələ onların qızılı belə formaları var idi. O Real Madrid canavar kimi oynayırdı. Həmin mövsüm hətta 100 xal yığmışdılar. La Ligada çempion olmuşdular. Və Mourinho inanıram ki, gəlsə Real Madridə, Real Madrid tam başqa cür olacaq. Hətta Mbappe ilə Vinicius da oynayacaq orada. Barcelona, Celta Vigo. Qalib gəldik. Çempionluğa doğru addımlayırıq, amma qanımız qaraldı. Qanımız qaraldı. Lamine Yamaldan çox pis xəbərlər var. Lamine Yamal nəinki mövsümü bağlaya bilər, hətta dünya çempionatını belə buraxa bilər. Bu çox pis bir xəbərdir. Mən həm Barcelona azarkeşiyəm, həm İspaniya millisini azarkeşiyəm. Yəni mənim üçün 2 qat pis xəbərdir. Çünki İspaniya millisinin nələrsə edəcəyini düşünürdüm. Ümidliydim İspaniya millisinə. Çünki neçə illərdən sonra artıq normal heyətləri vardı, normal sistemləri var idi və komanda oturuşmuşdu və Lamine Yamal bu komandanın ən önəmli fiqurlarından biri idi. Lamine Yamalın yoxluğu doğrudan da İspaniya millisinə çox təsir edəcək. Amma hələ dəqiq heç bir məlumat yoxdur. Deyilənlərə görə Lamine Yamal sol budunun əzələsini dağıdıb, cırıb, neyniyib bilmirəm. Və bərpa prosesi ən azı 4-5 ay davam edə bilər. Yəni bu deməkdir ki, Lamine Yamal qayıtsa
Yəni iyul-avqust aylarına qayıdacaq. Mövsümün tam əvvəlinə qayıdacaq. Dünya çempionatına buraxacaq. Və maraqlısı odur ki, deyilənlərə görə adam penaltini vuran zaman zədələndi. Bilmirəm. Mövsüm ərzində bu qədər yüklənmək, mövsüm ərzində dayanmadan istirahətsiz oynamağın fəsadı buydu. İstəməzdim ki, Lamine Yamal zədələnsin. İstəməzdim ki, Lamine Yamal belə vəziyyətdə olsun. Ən azından Dünya Kubokunda oynamasını istəyərdim. Və ən əsas məsələ La Liga hələ tam bitməyib və La Ligada bizim vacib oyunlarımız var ki, Lamine Yamala ehtiyacımız olacaq. Amma Lamine Yamalsız biraz çətindir. Rooney Bargi var. Rooney Bargi dünən oyuna daxil oldu. Oyunda yaxşı oynadı, amma Rooney Bargi Lamine Yamal ola bilməz, bu başqa məsələ. Amma Rooney Bargi primitiv sağ wingerdir. Sürəti var, yüngülvari driblingi var. Yəni o tam güvənləsi oyuncu deyil. Bəli, mən demişdim ki, Rooney Bargiyə şans verilməlidir. Amma Rooney Bargiyə əsas fiqur olaraq yer verib onu komandanın mərkəzinə qoymaq bu absurd olar. Çünki o potensiala sahib deyil bu adam. Ona görə Rooney Bargi ilə nələrinsə alınacağını mən düşünmürəm. Yamal başqa səviyyədir. Yamaldan danışdıq, Olise ilə zadla müqayisə elədik, adam gözə gəldi. Ayda özü Lamine Yamalın nə qədər belə şey var, xeyterləri var. Lamine Yamal neyniyib sizə? Neyniyib də bu uşaq sizə də, başınıza dönüm də. Adam futbolunu oynayır. Deyirəm Lamine Yamal Olise'dən güclü oyuncudur. İndividual olaraq güclü oyuncudur. Gol, asist, nə bilim nəyə baxırlar, nəyə baxırlar. Lukaku'nun gol asisti Maradona'dan çoxdur. Neynə indi? Lukaku Maradona'dan güclüdür. Bu nə məntiqdir la? Söhbət individual gözəllikdən gedir, futbola rəng qatmasından gedir. Olise çox gözəl oyuncudur. Olise ilə mənim işim yoxdur. Yəni Olise mənə görə hal-hazırda top 5 ən yaxşı oyuncudan biridir. Amma Lamine Yamal başqa səviyyədə. Lamine Yamal futbolun gözəlliyidir. Lamine Yamal futbola rəng qatır. Elçinin sözünə qüvvət, o robotlaşmış futbola rəng verir bu adam. Onu belə bizə sevdirir futbolu, həzz verir. Bunu siz niyə Barcelona azarkeş olduğuma yozursunuz ki? Ona qalsa mən Vinicius'u da elə tərifləyərəm. Yəni Vinicius da mənə görə sol wingerlər arasında ən yaxşı wingerdir. Amma baxmayaraq ki, zəhləm gedir ondan. Amma adam winger olaraq ən yaxşıdır sol winger olaraq. Ən yaxın ona Kvaratskhelia elədi mənə görə. Amma yəni olanları demək lazımdır. Adamın 18 yaşı var. Elədikləri şey inanılmazdır. Bunu görmək yəni belə çətindir. Özdə hamı da bəddua eləyir ona. O alınmayacaq. O fuflodur. 2 mövsümlük oyuncudur. Nə bilim nədir? Niyə elə deyirsiniz ki? Nə olub? Yəni nə pislik dəyib sizə? Bu oyun haqqında onu deyə bilərəm ki, Barcelona Celta ilə oyunu çox bərbad oynadı. Yəni biabırçı bir oyun idi. 90 dəqiqə gözlərindən üzr istədim. Hətta 90 dəqiqə yox, çox. Oyun bir ara dayandı birinci hissədə. Kimsə azarkeşlərdən özünü pis eləmişdi və ona tibbi yardım göstərirdilər. Oyun azı bir 15-20 dəqiqə dayandı. Aləm dəymişdi bir-birinə. Lamine Yamal o vaxt əvəzləndi, getdi. Barcelona oyuncuları sadə primitiv ötürmələri belə verə bilmirdilər. Oyunda nə qədər bırak var idi, oyunda nə qədər səhv var idi. Komandanın ən dəqiq oyuncularından biri olan Pedri azı bəlkə 7-8 dəfə ötürmə dəqiqliyində, yəni ötürməsində səhv etdi. Azı 7-8 dəfə. Yəni oyun getmirdi. Konkret olaraq Barcelona mövsümü bitirib öcə. Belə məntiq yox, heç nə yox, belə çıxmışıq ki, hə oynayaq da qol vuraq, nə edək? Yəni Celta-nın da belə momentləri yox idi. Celta-nın birinci hissədə 1-2 epizod oldu ki, Joan Garcia xilas elədi. İkinci hissədə qapıya zərbələr olmasa da, amma təhlükəli gəlməyə bacarırdı Celta. Və hesab sürüşkən idi. İstənilən anda bir dənə səhv 1-1 vsyo. 2 xal buradan getdi. Yəni elə şeylərdə ehtiyatlı olmaq lazımdır. Artıq Flick də məncə mövsümü bağlayıb. Yəni Flick də artıq futbol oynamaq istəmir. Flick'in məqsədi bəlkə Çempionlar Liqası idi. İndi 9 xallıq arxayınçılıq da var La Ligada. Ona görə biraz yola verir artıq çempionatı. La Liga bütün pulu, bütün o imkanlarını ancaq şeylərə xərcləyir. Hakimlərin qulağına avtoregistrator qoyur, kamera qoyur ki, təzə temaya keçmişik. Biz də artıq İngiltərə Premier Liqasında olduğu kimi o hakimlərdən də belə çəkiliş olacaq. Gördünüz hər halda yeni kadrları. Qəşəngdir, okey, söz yox. Amma bu çempionat deyir bizə goal line texnologiyası lazım deyil. Hakimlərin qulağına avtoregistrator qoşmaq lazımdır, amma goal line-a ehtiyac yoxdur. Buna pul var, amma buna yoxdur.
Əla, halal olsun. Bir sual verirəm. Ferran Torresin qolunu niyə saymadılar? Biz təkrara baxdıq, elədik. Yəni mən orada offside görmədim. Yəni Ferran Torresin çiyni ilə rəqib oyunçunun çiyni eyni xətt üzərində idi. Yəni özdə xətt çəkilən zaman, təkrar göstərən zaman Pedrinin ötürməsi zamanı xətt çəkilmədi. Yəni ötürməsindən sonra xətt çəkilib. Mən anlaya bilmirəm. Yəni indi o qol sayıldı, sayılmadı. İndi təsir eləmir bizə. Artıq oyun bitib, nəticəni əldə etmişik, bizə təsir etmir. Yaxşı, Celta bir qol vursaydı nə olacaqdı? Arxivo var deyən bir nəşr var. Onlar da bildirdilər ki, bu tərmiz qol idi. Bu qol sayılmalı idi. Niyə saymadılar, mən anlaya bilmirəm. Uşaqlar, biraz transferlər haqqında danışmaq istəyirəm. Bildiyiniz kimi Barcelona bir neçə oyunçu ilə maraqlanır. Yəni də yay gəlir. Bizim qara günlərimiz başlayır. Barcelona o ilə maraqlanır, bu ilə maraqlanır. Ortada da zırt, heç nə yoxdur. Cancelo Balde tandemi haqqında danışmaq istəyirəm. Tandem deməyək də bunlara, konkurensiyası haqqında. Balde, mən bunu açıq şəkildə deyirəm, Balde yoxdur. Balde futbol oynaya bilmir artıq. Və əgər bu video nə vaxtsa Dekonun, Laportanın qarşısına çıxacaqsa, zəhmət olmasa o Baldeni satın. Balde çox yaxşı oyuncudur. Sürətli oyuncudur, texnikal oyuncudur. Amma o adamın beyni yoxdur. O adam çox beyinsiz bir oyuncudur. Və onu Barcelonada əsas müdafiəçi kimi saxlamaq absurd olardı. Absurd olardı. Cancelo isə artıq öz prime'ında deyil. Bəli, biz onu Xetafe ilə oyunlarda oynada bilərik. Nə bilim, Elche ilə oyunda oynada bilərik. Amma yüksək səviyyəli klublara qarşı bu adam oynaya bilmir. Yenə deyirəm, çünki prime'dan uzaqdır artıq. Barcelona normal, Barsa DNA'sına uyğun sol cinah müdafiəçisi lazımdır. Ümumiyyətlə Barsaya alınan oyunçular hamısı Barsa DNA'sına uyğun olmalıdır. Bunu siz bizdən daha yaxşı bilirsiniz. Yəni Barcelona gedib daş döyən oyunçunu almalı deyil. Buna misal olaraq məsələn Frank Kessieni almışdı Barcelona, yadınıza gəlirsə pulsuz gətirmişlər Milandan. Frank Kessieni mən nə edirəm Barsada? Gəldi uğurlu oldu o? Yox. Onun ən böyük uğuru 2 El Clasico'da qol vurması idi, başqa heç nə. Yəni Frank Kessie gələndə Barcelonaya hamı bilirdi ki, bu adam uğursuz olacaq burada. Çünki Barsa sisteminə uyğun oyuncu deyildi o, Barsa DNA'sına uyğun oyuncu deyildi o. Box to box idi adam. Yəni daş idi, divar idi. Barsaya elə oyuncu lazım deyil. Grimaldo. Grimaldonu Leverkusen 10-15 milyon arasında satmaq istəyir. Artıq Beşiktaş oyundan razılığa gəlir. Barcelona Grimaldonu Leverkusen'dən ala bilmir ha kişi. Bu öz yetirməmizdir də. Bu Grimaldo da indi yaşı çoxdur, okey. Amma bu adam Barsaya uyğun bir oyuncudur da. Bunu almaq olar da müdafiəyə. Dəqiq götürmələri var, o ara ötürmələrini görür. Cərmə zərbələri var. Yəni Barsa sisteminə uyan oyuncudur. Siz bunu niyə görmək istəmirsiniz? Düşüblər Bastoninin nə? Inter 70-80 deyir, bunlar 50-60 deyir. Onlar 70-80 deyir, bunlar 50-60 deyir. Aləm deyək bir-birinə. Hücumçu düşüblər Alvarezin dalına, amma Alvarez transferi mənim üçün artıq real deyil. İnanmıram. İnanmıram. Yəni boşuna həvəslənməyin, boşuna gözləməyin Alvarezi. Hal-hazırki Barcelona rəhbərliyinin başı üçün deyil ki, Alvarezə 100 milyon və yaxud 100 plus milyon pul versinlər. Bu mümkün deyil. Osimhen olur, nə bilim Vlahovic olur, kim olur olsun, alın da bu oyunçunu. Alın hücumçu, bu mütləq lazımdır. Hə, adamı güldürəmsən nədir? O gün xəbər oxuyuram. Bunlar deyirlər ki, Lewandowski ilə müqavilə imzalamaq istəyirlər. Yəni, belə bir şey olsa, yəni məni infarkt vurub ölərəm də, yəni yerimdə qalaram da mən. Qardaş, sən Lewandowski ilə hansı ağılla müqavilə imzalamaq istəyirsən? Hələ bu cəhənnəm Christensenə müqavilə təklif eləyib Barcelona. Christensen yox deyib. Nəyə görə? Yeni müqavilədən maaş azdır. Sizin başınız xarabdır, sizin başınız işləyir. Mövsüm ərzində Christenseni biz görməmişik. 2 il ərzində Christensen cəmi 10-15 oyuna çıxıb Barcelonada. Siz hansı ağılla ona yeni müqavilə təklif edirsiniz? Bu nə idarəçilikdir, bu nə transfer siyasətdir. Sizin başınız gedib, qardaş. Siz bu klubu batırmaq istəyirsiniz. Bu mart-aprel ayında prezident seçkiləri olanda
Laporta idi, Font idi əsas namizədlər. Mən dedim qoy Laporta olsun, ən azından Laporta o birislərə baxanda yaxşıdır. O birislər görün nə bərbaddır ki, mən Laportanın seçilməyini istəmişdim. Amma Laporta da o deyil. Laportanın qalmasını mən istəmirəm. Barsa normal prezident lazımdır. Normal belə alfa adam lazımdır. İndi mən anlayıram ki, komandanın maddi durumu pisdir. Amma maddi durumu pisdirsə, sən Christensenlə niyə müqavilə imzalayasan? Yolla getsin də sağ-salamat, sat getsin də bu adamı. Araq onu satmaq istəmirlər. Nəyə görə? Məşqlərdə yaxşı çalışır, öz üzərində işləyir və onu satmaq istəmirik. Bu nə empatisidir sizdə belə? Bu nə empatiya qurmusunuz siz oyunçulara qarşı? Necə ilə çalışır, necə ilə işləyir? Mən də çalışıram, mən də işləyirəm. Buna dəyər verən var, yox. İşləyir, Allah kömək olsun, getsin başqa klubda işləsin. Bu sənin sisteminə uymur da bu oyunçu. Sən bunu anlaya bilmirsən. Bunu məcbur şəkildə ancaq göstərməlisən ki, oyunlarda səhv etsin, ondan sonra anlayasan. Alınmır da, bu səndə alınmır bu oyunçu. Bu işləyir, bu məşq eləyir, dayanmır. Onun bizə nə dəxli var? Bu nə empatiyadır belə? Bu arsada ən zəhləm getdiyim şeydir, bu aşırı empat olmaları məni əsəbləşdirir. Ter Stegen'i satmaq istəyirik. Ter Stegen klubdan ayrılmaq istəmir. Vəsiyo, ayrılmaq istəmir. Hansı xiyar ayrılmaq istəyər? Təsəvvürlə Barsada oynayırsınız. Ayrılmaq istəyirsiniz siz? Əlbəttə istəmərsiniz. Dostlar, çıxışımızın sonuna gəlib çatdıq. Yenə deyirəm, Barcelona və Real Madrid hər ikisi mental olaraq mövsümü bağlayıblar. Yəni, hər iki klubun bir fikri var hal-hazırda. O fikir də odur ki, El Clasico-nu yola verək. El Clasico-nu oynayaq, fisiyodan mövsümü bağlayaq, dünya çempionatına yollanaq. Yəni, məncə artıq Real Madrid özü də qəbullanıb ki, Barcelona çempiondur. Bunu biz bilirik. Nələr desələr belə, deməsələr belə, biz bunu çox gözəl bilirik. Ona görə də bu mövsümdə belə yola veririk. 5 oyun qalıb, 5 oyundan sonra dünya çempionatı başlayacaq. Nəminə görə Çempionlar Liqası olacaq. Halbuki biz orada yoxuq, təəssüflər olsun ki. İndi oyunlar haqqında da növbəti çıxışlarımda danışacağam, öz fikirlərimi bildirəcəm. Məndən bu qədər. Məni izlədiyinizə görə sizə təşəkkür edirəm. Videonu bəyənib, kanala abunə olmağı da unutmayın, şərh yazmağı unutmayın. Gələn görüşlərədək. Hamınızı öpürəm. Viska Barsa, Viska mikrorayon.